Balakən rayonunda həyətyanı ev satışa çıxarılır. Ev Asan xidmətinin yaxınlığında yerləşir. Həyətinə aid aygır olsun. Evdə kombi sistemidir. Dəmir qapı. Yan tərəfdə belə bir otaqdır. Həyətinə aid. Həyətin girəcəyində evlə bitişik navesi, iri kuluç daşdan tikilmiş iri su uzatıdır. Yani təxminən bir 15 tonluq ehtiyac su uzatıdır gördüyümüz. Yay mətbəxi kimi bu hissədən istifadə olunur. Dörd sos yarım torpaq sahəsi var. Qonşular ilə kubik daş ilə hasarlanmışdır. Yer səviyyəsindən 3 pilləkən hündürdə tikilmişdir. Girişdə dəmir seyf qapıdır. Girişdə geniş qonaq otağı, polu şam taxtadır. Evdə kombi sistemidir, işdəki haldadır. Girəcəyin sağ tərəfində evin mətbəxtidir. Tavanı yetərincə hündürdür, təmirlidir. Ön tərəfində hamamı ərgi olsudur. Sağ tərəfdə yenə geniş yataq otağıdır. Ön tərəfdə aygı olsudur, hamamıdır. Evdə əşyaların 90%-i evdə qalacaqdır, Qubşalıdır. Qeyd etdiyim kimi Asan xidmətinin tam yaxınlığındadır. Qiyməti 64.000 manata təklif olunur. Qubşalıdır. Notarial qaydada alqı-satqı edərək gördüyünüz həyətyanı evi əldə edə bilərsiniz.